Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalamışdır. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycan şeiri ulu öndərimizin dilindən necə təsirli səslənir. Ömrün ən məhsuldar yaşı olan 50 yaşında Azərbaycanın ilk xalq şairi olub, elə o yaşda da dünyasını dəyişən Səməd Vurğun. Kim tanımır bu şairi? Bu il Səməd Vurğunun 120 illiyidir. Yaşayan şairimizin dillər əzbəri olan "Şair, nə tez qocaldın sən" şeirini sizə təqdim edirik. Nemətsə də gözəl şeir, şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, uğurlu bir saadətlə. Görən məni nədir deyir saçlarına düşən bu dən. Şair, nə tez qocaldın sən. Dünən mənə öz əlində gül gətirən bir gəlin də gözlərində min bir sual, heykəl kimi dayandı lal. O bəxtəvər gözəlin də mən oxudum gözlərindən. Şair, nə tez qocaldın sən. Ovçuluğa meyil saldım, gecə-gündüz çöldə qaldım. Dağ başından enib düzə, bir ox kimi süzə-süzə neçə ceyran nişan aldım. Cavab gəldi güllələrdən. Şair, nə tez qocaldın sən. Bəzən uca, bəzən asta, ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, dostluğu da rüşvət olan, ürək yığan bir iblis də üzəvarı deyir hərdən. Şair, nə tez qocaldın sən. Saç ağardı, ancaq ürək, alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm, əlimdədir hələ qələm. Bilirəm ki, deməyəcək bir sevgilim, bir də vətən. Şair, nə tez qocaldın sən. Şeiri səsləndirdi Şahzadə İldırım.